bir şey yaparsa birine 2 manat alırlar. Milyonlarla pul kazanırlar ama pazara girmek mümkün değil. Palçığı yağış yağında su palçı burası. Gelip rezini çəmə giyinəsə pazarda gəlir. Bazara getmək. Mənim tutaq sırf 100 kilo. 100 kilo mən məhsulun bazara aparanda məndən alır 40 manat pul. Satdığım 100 manat pul edir, 40'ını da bazara girmək. Bax belədir. Ona görə qapıda da dəyərlərimizə verir. O olur, hə, qovalayırlar, gedin bazarın içinə zorla. Orada çek puludur, yer pulu verəndə heç bir şey. Əl almaq çıxdın gəldim diyor. Covid vaxtı, hə, korona vaxtı 80 qəpiyə firma yığırdı. Buradan aparıb 4 manat özləri satır. Biz də birdən işə çıxa bilmirik. Öz pulumuzu, işlədiyimizi hesablayanda satdığımız onu ödəmir. Fəhləliyimizi ödəmir o satdığımız. Bir usta gələndə kredit versən. Hər ailədə 5 nəfər, səhər tezdən axşama İşte bunu gör haraya vurur. Da belədir vəziyyət. Bizim kənddə 140 ev var. 140 evin 2-3 malı var. Ona görə ki, bundan əvvəl bizim Calada oturacaq sahəmiz var. Böyük sahə idi oturacaq sahəmiz. İndi oturacaq sahəsini zəbt eləyibdilər. 1 metr oturacaqdan ötürü yer yoxdur. Ona görə də bizim kənddə 2 kariyer aldı, asfalt aldı, başqaları aldı.